Yaxşıca 7 kiloqram arıqlamışam, özümü yaxşı hiss edirəm, şükür Allaha. Neynirəm mən o paxlavanı, nəyimə lazımdır? Mən bu boyda şeydən niyə 400 kalori alım? Mən oturdum, 5 qaşıq qreçkamı qoydum. Yanına deməli o ağ kələm, biraz da tərkibində markov olur. Biraz ondan qoydum. 5-6 tikə bu belə bil ki, böyüklükdə ət qoydum. Ondan sonra biraz kəsmik qoydum və yanında isə bol-bol yaşıllıqdan oturdum, yedim. İnandırım ki, sizi təqribən 500-600 kalori qəbul elədim. Mən 600 kaloriyə görə nə qədər şey yedim. Və mən 500 kalorini bu boyda paxlavadan alacağam. Niyə? Çünki mən o 500 kalori ilə onun yanında nə qədər protein qəbul elədim, nə qədər züval qəbul elədim, yaxşı, sağlam yağlar qəbul elədim, probiotiklər qəbul elədim. Paxlava ilə mənim seçimim olur da. Gün ərzində təqribi olaraq 2000 kalori civarında kalori qəbul edirəm. Mən o ki 2000 kalorini gedib bir dənə burgerdən, nə bilim, fridən də ala bilərəm. Dolu-dolu bir boşqabdan da ala bilərəm. Seçim. Həyat seçimlərlə doludur. Və siz seçimlərinizin doğrudan da qurbanına çevrilə bilərsiniz.